Xoş gördük, əziz dinləyicilər. Bilirsiniz, bu günləri Ermənistanda çox ciddi və kifayət qədər də gərgin bir seçki kampaniyası keçirilir və bu seçki kampaniyasında deyilən sözlər, açıqlamalar da Azərbaycan xalqına da kifayət qədər mesajlar verir. Bu mesajlardan biri də məhz Paşinyanın Azərbaycan, İran və Türkiyədə yaşayan türklər barəsində dediyi açıqlamadır ki, və kifayət qədər ağıllı bir açıqlamadır. Xatırlayırsınızsa, mən bu barədə həm Fars milliyyətçiliyinin, həm də erməni milliyyətçiliyinin nə qədər ağır bir dalana dirəndiyinin və çıxılmaz bir tora girdiyini, geriyə gedə biləcək bir yolu olmadığı barəsində bir video paylaşmışdım sizinlə. Amma Ermənistan barədə də bildirmişdim ki, bu 100 il tamamlanır. Erməni məsələsində 100 ili tamamlandı. Məhz İranda da Fars milliyyətçiliyinin 100 ili tamamlandı. Baxın, bu günləri məhz mənim dediyim məsələlərdən biri ondan ibarətdir ki, erməni xalqının necə deyirlər, gücləndirilməsi, Rusiya tərəfindən, hansı millətlər tərəfindən gücləndirilib bu əraziyə, bu dalana salınması strateji baxımdan çox böyük bir səhvdir və erməni xalqı da bu tora düşdü. Və bu tora düşdüyünü məlumatını sizə vermişdim və bu barədə danışmışdım. Bu günləri məhz Ermənistanın baş naziri, kifayət qədər ağıllı bir erməni olan Paşinyanın açıqlamasından biz bunun şahidi oluruq. Ki, bu ağıllı erməni bildirir ki, biz 3 milyon bir erməni və girmişik elə bir əraziyə ki, onun qərbində 90 milyonluq Türkiyə yaşayır, türklər yaşayır, onun şərqində 10 milyonluq Azərbaycan yaşayır, onun cənubunda da 35 milyonluq Azərbaycan yaşayır. Siz nə deyirsiniz, biz 3 milyonla bunlara qarşı vuruşaq, məhv olaq? Baxın, bunun məhz açıqlamasını verir ki, bu da məhz erməni xalqının kifayət qədər ağıllı bir rəhbərinin olmasından xəbər verir. Bax, mən bu barədə sizə məlumat vermişdim. Yəqin ki, xatırlayan dostlarım bunu bilirlər. Məhz Fars milliyyətçiliyi də belə bir dalana girmişdi. Onu da körükləyib, İngilislər, Amerikanlar körükləyib, gətirib elə bir dalana dirədilər ki, artıq o milli açılıma getməkdən başqa, islahata getməkdən başqa bir yolu qalmadı və bugün başına bomba tökülür. Erməni xalqı da məhz o cür körüklənərək, arxasına dəstək olaraq gəldi, elə bir dalana girdi ki, o dalandan indi çıxa bilmir. Yalnız və yalnız Paşinyan kimi ağıllı insanlar bu dalandan çıxa bilərlər. Bunun dalandan çıxmağın da yeganə bir yolu var. Bu 3 ərazi ilə, türklərlə yaxşı keçinmək. Təşəkkür ederim.